Və gəlir, məsələn, 2 ay işləmişim. Və 2 ayın içində mən ola bilər sərbəst qızam, geyinmişəm də, keçinmişəm də. Amma mən heç vaxtı kiminsə ailəsinə söz-söhbət salmamışam. Kiminsə sənin əlinlə, sənin kimi insanların, mamarozaların əli ilə hərəkət eləməmişəm. Gördüm, sən normal adam deyilsən. Sənin yaşayış tərzin normal deyil. Mamarozalıq eləyirsən. Cəmaatın girirsən, işverənlik eləyirsən. Bunu sən tək mənə eləmirsən. Sən bilirsən nə qədər adama işverənlik eləyirsən. Girirsən cəmaatın iş müəssisəsinə. Orada insanlara hədələyirsən. Evə adamı soxub qapını bağlayıb, onu orada hədələyirsən. Şantaj edirsən, polisə verirsən. Sən vəbşi özündən xəbərin var sənin kim olduğunu? Hə? Bax, yenə deyirəm sənə, sənin fikrin, o yalaq sənin o show biznesin var, fikrin o show biznesdəki adamlara getməsin. Mən sənin üçün show biznes zat deyiləm. Mən heç vaxt da show biznes olmamışam, olmayacam da. Yenə deyirəm, mən onlar kimi yalaq həyat yaşamamışam. Mən onlar kimi sırtıq həyat yaşamamışam. Sərbəst həyatımı yaşamışam. Rahat həyatımı yaşamışam. Öz bildiyim kimi yaşamışam. Amma heç kəsin haqqına sənin kimi zərər verənlik eləməmişəm. Başa düşdün? Bax, buradan deyirəm. Onun efirinə bundan sonra gedən müğənnisi olsun, oxuyanı olsun, kişisi olsun, arvadı olsun. Bax, elə onun kimi üzdən iraqdı kişiləri də, ora qonaq gedəndə. Orada çıxış edən qadınları da özü kimi onun əli ilə çıxan qadınlardır. Gedin, otolikin verilişi, o da siz.